dibindən kəsilən pişik, yoğun bağırsağına boru yeridilən it. Son günlər sosial şəbəkələrdə heyvanlara qarşı amansız rəftarla bağlı paylaşımlar edilir. Psixoloq Aygül Məlikovanın sözlərinə görə, insanların canlılara zərər verməkdən zövq almaları antisosial şəxsiyyət pozuntusudur. Onlar yalnız canlılara yox, eyni zamanda insanlara qarşı da bu cür davranışlar sərgiləyirlər. Belə davranan insanların empatiya duyğusu olmur. Onlar uşaqlıqdan heyvanlara zərər verməyə başlayırlar. Həmçinin evdə xalçaları yandırır, pərdələri kəsirlər. Mütəxəssis, sözü gedən şəxslərin mütləq psixiatrla birlikdə dərman müalicəsinə başlamalı olduqlarını, həm də psixoloji seanslara qoşulmağın vacibliyini vurğulayıb. Məlumat üçün bildirək ki, yoğun bağırsağına boru keçirilən itin əməliyyatını İdeya Heyvanlara Qayğı Mərkəzinin baytar həkimi öz öhdəsinə götürüb və heyvanın vəziyyəti hazırda stabildir. Qeyd edək ki, heyvanlarla rəhimsiz rəftarla bağlı polis əməkdaşları da araşdırma aparırlar. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək. Ən son yeniliklərdən xəbər tutmaq üçün kanalımıza abunə olub, bildirişləri açmağı unutmayın.